Bugün Azərbaycanda həmrəylik günüdür. Eyni zamanda dünya Azərbaycanlıları yeni ili qarşılayır. Bayram bayrama qarışıb. Cahangir Hüseyn Əfşar günümüz münasibətilə təbrikini də unutmadı. Əziz seyircilər, hər birinizi ürəkdən dünya Azərbaycanlılarının həmrəylik günü və yeni il münasibətilə ürəkdən təbrik edirəm. Artıq 2025-ci ili yola salırıq. Mənim üçün də bu il çox uğurlu il olub. Dədə Qorqud yurdu, Gədəbəy rayonum, Xınna dərəsi, Göyçə mahalı haqqında yazdığım əsəri tamamladım. Bundan öncə Azərbaycan Nadir Əfşar dövləti və müasir Azərbaycan Respublikası, yəni 2025-ci ilə həsr etdiyim suverenlik konstitusiya ilimizə həsr etdiyim sənətli filmi demək olar ki, yaradıcı heyətlə çəkdik. Bunun da baxışı televiziyalarda gedir və yəqin ki, davam edəcək və bugün də sizə o filmi təqdim edəcəyim. Kimin arzusu var, baxa bilər. 2026-cı ilə də əliboş getmirəm. Yeni dünya nizamı və siyasi əsasları haqqında. Belə bir elmi əsər başlamışam. Təbii ki, Allah imkan versə, bu əsərimi də 26-cı ildə tamamlayıb oxucuların ixtiyarına verəcəyim. Bu əsərimdə də dünyada gedən son hadisələr, Ukrayna-Rusiya müharibəsi, indi dünyada bilirsiniz Qəzza hadisələri, həmçinin elə uzaq şərqdəki hadisələr, Latın Amerikasındakı hadisələr hər birimiz üçün narahatlıq doğurur. Və arzu edək ki, 2026-cı ildə bu müharibələrə son qoysun. Əlbəttə 2025-ci ildə Ermənistan, Azərbaycan müharibəsi demək olar ki, 20-30 ilə yaxın olan müharibə artıq sona yetdi. Yəqin ki, 2026-cı ildə də sülh müqaviləsi bağlanılacaqdır. Bir daha hər birinizi təbrik edirəm. Saadət ölkəmizə, respublikamıza əmin-amallıq arzulayıram. Sağ olun. Bildiyimiz kimi 2007-ci ildən etibarən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycanda hər bir il bir sahəyə həsr olunur. 2025-ci ildə Konstitusiya və Suverenlik ili elan edilmişdi. 2025-ci ilin son günü Cahangir Hüseyn Əfşarın təbrikindən sonra onun rəhbərliyi ilə ərsəyə gələn Suverenlik və Konstitusiya ilinə həsr olunmuş Nadir Əfşar dövləti və müasir Azərbaycan Respublikası filmini təqdim edirik. Dünya tarixində Asiya şahlarından heç biri Nadir şah qədər fəthə nail olmamışdı. Sir John Malcolm. Avropanın, Amerikanın, Rusiyanın, Orta Asiyanın, Hindistanın, İranın, hətta Gürcüstanın, Ermənistanın onlarla alimləri, şərqşünasları Nadir Şah haqqında əsərlər qələm alıblar. Nadir Şahın tədqiqatçısı kimi 2014-cü ildə mən də Azərbaycan Nadir Şah Əfşar Dövləti adlı kitabı qələm aldım. Tarixçi olmasam da tarix elminə xüsusi böyük bir marağım, istəyim var idi. Təəssüflər olsun ki, Azərbaycanda mənim kitabıma qədər heç bir elmi, tarixi əsər yazılmamışdı. Romanlarımız var idi. Türkiye'ye getdim, İstanbul'da 2 il tədqiqat apardım. Gürcüstan arxivlərində, ondan öncə Moskvada arxivlərində materiallar toplamışdım. İran'da oldum, Məşhəddə oldum, Tehranda oldum, Təbrizdə oldum. Hətta Vatikana getdim, Vatikan arxivlərinə baxdım, müəyyən sənədlər topladım. Və 2014-cü ildə Azərbaycan Nadir Əfşar Dövləti adlı bir monoqrafik kitab qələm aldım. 1736-cı ildə
indiki Sabirabad, yəni Suqovuşan ərazisində, Novruz bayram ərazisində böyük bir qurultay keçirdi. Nadir orada elan edir ki, mən artıq Səfəvilər imperiyasının Azərbaycan ərazisinin bütün torpaqlarını azad etmişəm. Bütün əyanlar da onu şah elan edirlər. Böyük Azərbaycan bəylərbəyliyi yaranır. Həmin bəylərbəyliyin torpaqlarına indiki Ermənistan, Gürcüstan, Şimali Qafqaz, Azərbaycanın cənub hissəsi, bugünkü Azərbaycan Respublikası daxil idi. Həmin bəylərbəyliyə də əvvəlcə qardaşı İbrahim xanı təyin edir. Sonra İbrahim xanla qəsd olunduqdan sonra bibisi oğlu Əmiraslan xanı Azərbaycan bəylərbəyliyi təyin edilir. Nadir 39-cu ildə Hindistanı fəth elədi. Həmin dövrdə Hindistan dünyanın ən böyük, ən zəngin imperiyası sayılırdı. Moğol şahı Məhəmməd Şah tacını ona təqdim etdi. Lakin Nadir türk oğluydu. Onun tacını onun yenidən necə deyərlər, başına qoyaraq dedi ki, biz türkük və türk dilində danışıq getdi və 250 il Hindistanın bütün xəzinəsi Məhəmməd Şah tərəfindən Nadir Şaha peşkəş edildi və Nadir həmin xəzinəni İrana gətirdi, yəni Azərbaycan böyük imperiyasına gətirdi və həmin xəzinənin bugün nümunələri deyərəm ki, dünyanın bütün muzeylərində əks olunur. Həm Moskva, həm Leningrad, Ermitажında, Almaz fondunda, İngiltərənin Kral muzeyində, hətta Kraliçanın tacında Kuhinur almazı var. Həmçinin Louvre muzeyində, Tehranın muzeylərində, İstanbulda Topkapı muzeyində onun taxtı saxlanılır. Nadirin hərbi quruculuğu, onun dühası, döyüşün qalibiyyətini, İran körfəzində donanma yaratmaq qabiliyyəti hələ də öyrənilir və Nadirin ən böyük duhasının da biri o artilleriyanı o devrə qədər top lülələri bir istiqamətdə atəş atırdı. Nadir isə o qüllələri trayektoriyasını dəyişməklə daha böyük müvəffəqiyyətlər əldə edə bildi. Nadirin həyatına artıq Hindistanı zəbt etdikdən sonra çox böyük sui-qəsdlər əmələ gəldi. Dəfələrlə çalışırdılar ki, Nadiri hakimiyyətdən devirsin. Burada həm İran ərazisində olan xalqların, həmçinin Rusiyanın, həmçinin də Qərb dövlətlərinin marağı var idi. Onlar başa düşürdülər ki, əgər şərqdə böyük bir Türk imperiyası da yaranıb və bunlar bilirsiniz də Osmanlı imperiyası artıq 300-400 il idi ki, bütün Avropanın şərq hissəsini tutmuşdular və bunlar birləşsə, demək olar ki, Avropanı, hətta Amerikanı da bunlar tuta biləcəklər. Ona görə həmin devirdə Nadirin həyatına qarşı ardı-arası kəsilməyən sui-qəsdlər oldu və həmin qəsdi Nadirin oğlunun üzərinə ata bildilər ki, bunu güya Nadirin böyük oğlu Rızaqulu tərəfindən təşkil olunub. Və Nadirin də imperiyasını qoruması və bir qədər də tələskənliyi həmin Rızaqulunun gözlərinin kör olması ilə nəticələndi. Və bundan sonra Nadir xeyli sarsılır. Artıq Böyük Britaniya şərqə böyük bir nüfuz etmək fikrində idi. O istəyirdi ki, Hindistanı, uzaq şərq ölkələrini öz müstəmləkəsinə keçirsin. Və dünyada birinci Westin şirkəti, yəni Qərbi Hind şirkəti adlı belə bir şirkət yaradır 1700-cü ildə. Həmin şirkət güya adı ticarətlə məşğul olsa da, dərin ehtimallarla uzun illər xəfiyyələr vasitəsilə həm Osmanlıların, həm Afşar imperiyasının, həm Hindistanda, həm Çində uzaq şərqdə öz xəfiyyə emisarlarını göndərirdilər və dövlətləri zərb endirmək istəyirdilər. Həmin dövrdə o Westin şirkəti Person adında onun rəhbəri olur və onlar demək olar ki, yaxın şərqdə ticarət yollarının hamısını Nadir onlara imkan vermişdi ki, ticarət etsinlər. O Person Nadirin səhhətində problemi eşidir və ona 1746-cı ilin sonunda Person Nadirə tövsiyə eləyir ki, belə bir loğman var, o sənin səhhətində olan problemlərə köməyə çatacaq. Nadir onu
qəbul eləyir. Bəzən öz məktubunda göstərir ki, mən Avropadan əldə elədiyim müəyyən ilaçları, indi təbii də həmin ilaçlar nədən ibarət idi, tərkibində nə var idi, onları bugün müəyyən eləmək qeyri-mümkündür. Nadirin səyahətinə bir qədər köməkliyi. Və Nadir bundan sonra bir qədər səyahətində yüngüllüyü hesab eləyir, Bazeni özünə şəxsi həkim götürür. Bazin bu etimaddan istifadə eləyir, artıq demək olar ki, Nadirin bütün yürüşlərində onun yanında olur. 1747-ci ilin may aylarında ölkə ərazisində bir sıra qiyamlar baş verir. Onlarla millətlərin, xalqların yaşadığı ərazidə din ayrılığı, müəyyən məzhəb ayrılığına olan bir ölkədə təbii ki, üsyanlar təbiidir. Onun 5000 nəfərdən ibarət, əfqanlardan ibarət şəxsi qvardiyası olur. O şəxsi qvardiyasına belə bir tapşırıq verir, o Bazenin məktublarındadır. Onlar təcili bu üsyanları yatırmalıdır. Üsyanları yatıra bilməsələr, mən onların sizə icazə verirəm ki, tərk silah edib cəzalandırasınız. Bu tapşırığı kimlərsə Nadirin mühafizə rəisi Məmməd Quluxana, onun eşik ağası Salih xana çatdırdı. Bu məktublardan onun o agentura şəbəkəsinin üzvü olduğu üzə çıxır və Məmməd Quluxan, Salih xan və ətrafına 30-a qədər başqa əyanları yığır ki, əgər biz səhər ola bilər Nadir əsəb adamdır, bizi qətlə yetirəcək, biz Nadiri aradan götürməliyik. Nadirin çadırının yeri heç kəsə məlum deyil. Bazen orada bir daha göstərir ki, Nadirin çadırının yerini Məmməd Quluxan, Salih xana kimlərsə çatdırdı. Və kimlər çatdırdı? Təbii ki, burada yalnız bunu bazen çatdıra bilər. Və gecə ikən 19 iyundan 20 iyunuza keçən gecə Nadir gecə yatarkən həmin bu Salih xan, Məmməd Quluxan və onun ətrafında olan insanlar Nadirin çadırına daxil olurlar və onu qəsdə yetirirlər. Bazenin həmin məktublarında demək olar ki, Nadirin bütün o düşərgəsinin sxemi o keşiş Rocersə göndərilir. Həm bu Məmməd Quluxan Afşar, həm Salih xan bunun ən yaxın silahdaşları idi. Lakin onları qorxutmaqla, belə təhdid etməklə onlar da belə bir qərara gəlirlər ki, əgər bizi öldürəcəksə, Nadirə qarşı belə bir qəsd edirlər. Nadirin qəsdindən sonra bazen yazır ki, onun bütün ətrafında olan insanların hamısını qəsd etdilər. Ancaq necə oldusa, bunun ən yaxın həkimi, bunun yanında olan bir insanı Bazeni qətlə yetirilmir. Londonun, Fransanın, Hollandiyanın, hətta Amerikanın Birləşmiş Ştatlarında, Chicago'da 18-ci əsrdən 20-ci əsrin sonuna qədər və bu gün də Nadir haqqında monoqrafik əsərlər yazılır. Onların şərqşünasları, tarixçiləri bu əsərləri öz tədris etdikləri universitetlərdə keçirdirlər. Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda Nadirin 27 məktubu müəyyən olundu. Həmçinin Türkiyənin mərkəzi arxivində də Nadirin Osmanlı Sultanı Mahmud ilə yazışmalarını arxivdən götürə bildik. Və bu məktubların da hamısı yenidən Türkiyədə 2015-ci ildə Azərbaycan Nadir Əfşar Dövləti adlı kitab kimi çapdan çıxdı. Həmişə Azərbaycan ərazisi ilə bugünün özündə də həm şimal qonşumuz, həm qərb dövlətləri tərəfindən bu mənfur erməni qonşularımızın əli ilə bizə müəyyən təxribatlar törədi. Və keçən əsrin 90-cı illərində də demək olar ki, SSR-nin süqutundan sonra erməni qəsbkarlarını ayağa qaldırmaqla Rus qoşun bölmələri vasitəsilə Azərbaycanın dilbər güşələri olan Qarabağ ərazisi işğal olundu. 30 ildən artıq bu işğal davam etdi. Avropanın demək olar ki, bütün təsisatları, qurumları heç bir şey etmədilər. Mən də həmin devirdə bilirsiniz, Milli Məclisin üzvü olmuşam, siyasətdə olmuşam. Demək olar ki,
BMT-nin 4 qətnaməsi qəbul olundu, ATƏT-in bir sıra iclasları qəbul olundu. Ulu öndərimiz Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə bağlı böyük siyasətlər, sıçrayışlar olsa da, demək olar ki, Azərbaycanın torpaqları işğaldan azad olunmadı. 2020-ci ilin sentyabr, noyabr aylarında Azərbaycan ordusu, Ali Başkomandan Prezidentimiz İlham Əliyevin şücaəti və siyasəti nəticəsində biz Dağlıq Qarabağımızın, onun ətrafını ermənilərdən xilas edə bildik. Azərbaycanın tam suveren hüquqları bərpa olundu. Biz bu film çəkmək istəyərkən, hətta mən o birinci kitab yazanda belə bir arzuya, istəyə düşdü. Lakin mən onun elə hesab etdim ki, bir halda Azərbaycan torpaqlarının 20% işğal altındadır. Belə filmin çəkilməsinə heç razılıq da vermədim, çıxışlar da etmədim. Ancaq indi artıq Azərbaycan ərazisi erməni işğalçılarından təmizləndi. Qazaxın 4 kəndi də geri qaytarıldı. 2021-ci ildə Yeni Qarabağnamə, Qarabağ Azərbaycandır əsərim çap olundu. O əsərim də bugün demək olar dünyanın əksər ölkələrində yayılmaqdadır.